Oğuzda kafedə insident törədən gənc həbs olunub. Lentazın məlumatına görə hadisə şəhər ərazisindəki Vidadi kafesində qeydə alınıb. Burada dostları ilə yeyib içən 21 yaşlı şəxs sərxoş halda naməlum səbəbdən əsəbləşərək boşqabı sındırıb və nəticədə qolu kəsilib. Hadisə yerinə gələn polis əməkdaşları onu şöbəyə aparıblar. Tural Abbaszadə ifadəsində bildirib ki, həmin gün həddən artıq sərxoş olub. Dostlarımla kafedə spirtli içki qəbul etdik, sonra uşaqlar siqaret çəkmək üçün bayıra çıxdılar. Mən tək qaldım. Bu zaman içkinin təsiri altında olduğum üçün əsəbləşib əlimi masaya çırpdım. Nəticədə boşqab sındı və qolum kəsildi. Qolumdan qan axırdı. Bundan sonra ünvansız uca səslə söyüşlər söydüm. Polis əməkdaşları gələndə isə onların tələbinə tabe olmadım. Xidməti avtomobilə minəndən sonra düşüb qaçmağa cəhd etdim. Amma məni yenə tutaraq maşına mindirdilər. Sərxoş olduğumdan özümdə deyildim. Buna görə də məhkəmədən qanunla güzəşt edilməsini xahiş edirəm. Bu əməlinə görə Tural barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu xırda xuliqanlıq və 535.1-ci polis və ya hərbiçinin tələbinə məhəl qoymamaq maddələri ilə protokol tərtib olunub. Oğuz rayon məhkəməsində hakim Emin Məmmədlinin sədrliyi ilə keçirilən prosesdə onun barəsində 15 gün müddətində inzibati həbs cəzası verilib.